Deməli, situasiyada bizə deyir ki, Haber üsulu ilə amoniak qazının sintezinin sadə sxemi verilmişdir. Bunun üçün əvvəlcə 1260 NA sayda atomu olan N2, H2 və CO2 qazlarından ibarət qarışıq əhəng suyundan keçirilir. Bu 1200 Na sayda atomu olan N2, H2 və CO2 qazlarından ibarət qarışıqdır. Yəni, bu 1260 Na bizə atom sayını göstərir. Bilmirik ki, biz hal-hazırda nə qədər N2 var, nə qədər H2 var, nə qədər karbon qaz var bilmirik. Bu atom sayıdır. Və bilirsiniz ki, biz bu atom sayını N2-də 2 atom, H2-də 2 atom, amma karbon qazında 3 atom olduğu üçün biz bunu yenə də bölə bilmərik. Hər hansı bir konkret rəqəmə bölə bilmirik hal-hazırda. Devam edirik indi burada. Qarışıq əhəng suyundan keçirilir ki, qarışıq karbon qazından təmizlənsin. Ümumiyyətlə, belə proseslərdə alınan qaz qarışığı N2 qazdan H2 qaz qarışığı. Karbon qazı ilə müəyyən qədər kirli olduğu üçün əvvəlcə əhəng suyu məhlulundan keçirilir ki, əhəng suyu məhlulunda karbon qazı tutulsun. Tutulan karbon qazından sonra təmiz N2 ilə H2 göndərilir katalizator iştirakında NH4 çevrilməyə. Alınan NH3 də daha sonra mayeləşdirilir, çevrilir. NH3 maye halında NH3 alınır. Oradan da yenidən artıq qalan N2 ilə H2 təkrarən bir də reaksiya zonasına göndərilir. Proses belə gedir yəni. Yəni deməli sxem budur ki, müəyyən bir qaz qarışığı var. O qaz qarışığı əvvəlcə əhəng suyundan keçirilir, yenə deyirəm. Karbon qazı tutulur əhəng suyunda. Təmiz artıq N2H2 alındıqdan sonra onlar reaksiya daxil edilir. Reaksiyadan alınan amoniak soyudulur. Niyə görə soyudulur? Çünki mən bunu təkrar artıq qalan N2 və H2-ni ayıraraq yenidən reaksiya daxil eləmək istəyirəm. Reaksiyanın çıxımını artırmaq üçün. Onundan ötürü gərək mən maye amoniakı oradan ayırım ki, amoniakı bir də təkrar geriyə qaytarmayayım da. Amoniakı burada ayırıram, mayələşdirir, soyudur. N2 ilə H2-də təkrar bir də buradan sirkulyasiya edib geriyə qaytarıram reaksiyaya. İndi burada qaz qarışığı deməli karbon qazını təmizlədik və başlayırıq ona davamına. Əhəng suyunun olduğu kolonda 2 kiloqram tütüntü alınır. Deməli 2 kiloqram tütüntü alınırsa, əhəng suyunun olduğu kolonda nə baş verir? Karbon qazı plus kalsiyum OH2 alınır kalsiyum karbonat plus su. Bizə burası maraqlıdır. Deməli 1 mol karbon qazı reaksiya daxil olanda 100 qram çöküntü alınan şeydir. 2 kiloqram tütüntü 2000 qram tütüntü deməkdir. Əgər 2000 qram tütüntü alıramsa 20 mol karbon qazı olduğu çıxır ortaya. 20 dəfə çox da. X bərabər 20 eləyir. Deməli, mənim 20 mol karbon qazım var. Bunu buradan tapdıq. T0, T1 intervalında burada olan 20 mol karbon qazıdır deməli. Daha sonra, yoldaşlar, daha sonra. Deməli, burada 20 mol karbon qazı olduğu üçün 20 vuraq 3 karbon qazının indeksində 3 atom var bir molekulunda. 60 mol atom var. Deməli, mənim əlimdə olan 1260 mol atomdan 60 mol atomu karbon qazı təşkil edir. Yerdə qalır 1200 mol atom. 1200 mol atom N2 və H2-yə düşdüyü üçün N2-nin də H2-nin də molekulu 2 atomlu olduğu üçün gərək 600 mol N2 və H2 qarışığı olsun. Deməli, mən burada reaksiyaya 600 mol N2 və H2-dən ibarət qarışıq daxil eləmişim. Daha sonra bu reaksiya daxil olduqları zaman 600 mol N2 ilə H2 reaksiya daxil olduğu zaman gəlirlər, soyuducudan keçirlər və burada maye amoniak alınır. Gələk bir dənə sualın davamını oxuyaq indi. Deməli, katalizator kamerasına keçirilir və həmin kameranı tərk edən qaz qarışığı soyuducuya göndərilir. Okay? Burada göndərdik və soyuducuya göndərəndən sonra 5 litr maye amoniak almışıq. İndi maye amoniakı 5 litr almışamsa, mən durub yoldaşlar N2 plus H2 alınır NH3. Bu reaksiyada 1, 3, 2 nisbəti var. Durub mən amoniakın altına 44,8 litr, üstünə də 5 litr yazsam, çox kobud səhv eləmiş olaram. Niyə? Çünki maye amoniakdan söhbət edirəmsə, onun maye haldası 5 litrdirsə, qətiyyən maye halda maddələrə 1 molun 22,4 litr tutması normal şeylərdir. Aid oluna bilməz, o ancaq qazlara aiddir. Ona görə də biz nə etməliyik? Maye amoniakın kütləsini tapmalıyıq. R'su var əlimizdə, həcmi də var, 5 litr də var. Onda bunu çevirməliyik kütləyə.
Yenə deyirəm, maye halda maddələrə, məsələn, karbonun üstünə necə ki 23-14 yazmaq olmaz, eyni məntiqlə amonyakı da olmaz. Maye halda olanı da olmaz yəni. Maye halda elə şey mümkün deyil. Belə şeyə diqqət etmək lazımdır. Amonyakın qramını tapaq birinci növbədə. Amonyakın 0,68 qram böl kub santimetr və ya 0,68 qram böl milli deməkdir də bu. İndi rho bərabərdir m böl v-yə görə. M bərabərdir rho vur v-yə. M bərabərdir rho vur v-yə. Rho 0,68 qram böl kub santimetr, yəni 0,68 vurulsun 5 litri də yoldaşlar. Və bu qram böl, ya da saxlayın, qram böl kub santimetr eyni mənada qram böl milli deməkdir. Eyni şeydir yəni bu. Qram böl kub santimetr və ya qram böl milli. İndi burada 0,68-i mən vurmalıyam 5 litrə. Amma bu litrdir, bu milli iləndir. Mən bunu 5000 milliyə vururam. 0,68 vurulsun 5000 milli və bu da qram böl milli idi də. Deməli 5000-ə vuranda neçə eləyər? Bir daha hamı gözləsin yoldaşlar. Dəqiq olsun. 3400. Deməli bu eləyir 3400. 3400 milli. Yəni 3400 qram üzr istəyirəm. 3400 qram. Yəni 3,4 kiloqram deməkdir arkadaşlar. Bunlar qramla işləyin ya kiloqrama çevirin, fərqi yoxdur. Eləyir deməli buradan 3400 qram. Deməli səssiz alın arkadaşlar, mikrofonlarda xışıltı gəlir. Səssiz alın, qoy kimsə narahat olmasın da. Deməli 3400 qram eləyir. Bu 3400 qram amonyakın qramıdır. Litri mütləq qrama çevirməlisiniz. Çünki bu maye halda olan maye. İndi amonyakın üstünə artıq siz 3400 qram yaza bilərsiniz. Gəlib amonyakın üstünə yazıram. 3400 qram. Aşağısına da yazıram yoldaşlar. 2 mol amonyak. 2 vur 17, 34 qram eləyir. Burada yazıram. İndi azotun molunu, hidrogenin molunu tapaq. 34 qram amonyak alınması üçün 3 mol hidrogen, 1 mol azot alınmalı. 1 mol azot reaksiya daxil olmalıydı. 3400 qram üçün deməli 300 mol, yəni 100 dəfə çox da 300 mol hidrogen girməlidir, 100 mol da azot girməlidir. Bunları tapdıq hələ ki. Bu ilkin etapda reaksiyaya daxil olan azotumuz və hidrogenimizdir. Daha sonra praktiki çıxımını artırmaq üçün artıq qalan qaz qarışığı yenidən reaksiya zonasına göndərilmişdir. Gəlin indi 28-ci sualımızı oxuyaq. Soyuducunu tərk edən qaz qarışığının molekul sayını müəyyən edin. Birinci növbədə soyuducunu tərk edən. Yoldaşlar, bizim burada soyuducumuz buradaydı. Biz maye amonyakı aldıqdan sonra artıq qalan azotla hidrogen buradan təkrar reaksiya zonasına geri göndərildi də. Azotla hidrogen amonyakı yaratdı bir qədəri. 100 azotla 300 hidrogen amonyak qazını yaratdılar. Amonyak qazını mayeləşdirdik, damcı-damcı topladıq orada. Daha sonra artıq qalan azotla hidrogende yenidən oradan indi tərk elədi, getdi. Bir də təkrar başdan buradan artıq qalanı çölə buraxmırıq ki, o bunu güclə almışıq azot hidrogeni biz. Bir də bunu buradan uçurmaq olmaz. Axı təkrar buradan bir dənə boruyla geriyə gətirirlər reaksiya daxil eləməyə yəni. Ki qoy çıxım çox olsun da, reaksiyanın çıxımı çox olsun. İndi burada mənə verilən sual odur ki, qaz qarışığının molekul sayını hesablayır, soyuducunu tərk edir. Mənim 600 mol azot və hidrogenim var idi. Tapmışdım 600 mol. 600 moldan 100 mol azot, 300 mol hidrogen reaksiya daxil oldusa, yəni 400 molu reaksiyaya daxil oldusa, 200 molum artıq qaldı. Deməli, 200 mol və ya 200 Na sayda molekul bu qabı soyuducunu tərk edərək yenidən sirkulyasiya olmaq üçün, yenidən reaksiya daxil olmaq üçün gəldilər təkrar bu başa reaksiya daxil olmadı. 400 reaksiya daxil olmuşdu. 400-dən də yerdə qalan 200 də artıq deməli. Bu birinci 28-ci situasiyanın cavabı. İkinci məsələ. Nasos ilə yenidən reaksiya göndəridən qaz qarışığı tamamilə reaksiyaya daxil olarsa, qabda toplanan maye amonyakın ümumi miqdarı 7 litr olar. Artıq qalan qazın mol miqdarını müəyyən edin. Tamamilə reaksiya daxil olarsa o deməkdir ki, yəni onlardan biri sərf olunub bitməlidir. Mən hal-hazırda 5 litr amonyaka görə sualımı işləmişdim ki, 5 litr amonyak olanda deməli, mənim deməli 100 bundan 100 azotdan 300 hidrogenden girmişdi. 200 də qaz qarışığım artıq qalmışdı.
Deməli 5 litr buradan almışdıq. İstəsəz bunu artıq davamında 5 litrin ümumi 7 litr olması üçün 2 litr də deməli ikinci prosesdə təkrar maliyyələşmişik. Yenidən istəyirsiniz 2 litrə görə işləyək indi. Deməli bizim artıq qalan, bax burada yazıram, unutmayaq deyə. 400 molekulumuz, 400 molumuz reaksiya daxil olmuşdu 5 litr amonyak almaq üçün. 200 molumuz da artıq qalıb. Bunu burada yazıram ki, qoy unutmayaq. Daha sonra təkrarən bu prosesdə 2 litrdə amonyak alacağıq yoldaşlar. Çünki ümumi ikinci prosesdən sonra ümumi 7 litr olubsa 5 litrin bayaq var idi. 2 litrdə sonra müayinləşmişəm deməli. İndi 2 litri çevirirəm yenə qrama. 0,68-i romu vururam 2 litrə. Yəni 2000 milliyə. O da eləyər yoldaşlar 120, 136. Yəni 1360 qram. Səhv vurub bölmədimsə 1360 qram. Deməli 1360 qram buradan, 1360 qram buradan mən. Maye halda amonyak almışam. Yəni aldığımın litri 2 litrdir. Amma qramı 1360 qramdır. Aldığım maye amonyakın qramına görə nə qədər azot, nə qədər hidrogen reaksiya daxil olmalıdır, ona baxıram indi. Təkrarən ikinci prosesdə. Deməli 34 qram üçün 3 mol hidrogen 1 mol azot girməlidir. 1360 qram üçün yoldaşlar, məncə bu bundan 4-40 dəfə çoxdur. Bu 120 mol girər, 120 mol hidrogen girər, hesablasaz. 40 molda məncə bu girər. Səhv hesablasam deyin ha yoldaşlar. İşfaya baxıram, ona görə səhv rəqəm olsa deyərsiniz. 120 mol hidrogen girir, 40 molda azot girir. Deməli ikinci prosesdə mənim reaksiyama 40 mol azot, 120 mol hidrogen giribsə, cəmi 160 mol maddə daxil olub reaksiyaya. Axı 200 mol artığım var idi. O 200 mol artıqdan da ikinci prosesdə 160 mol reaksiya daxil oldu. Burada da artıq 40 molum artıq qaldı. Bu artıq bir maddədən artıq qalıb. Hansısa birindən, ya azotdan, ya hidrogenden. Çünki reaksiya tamamilə yekunlaşmışdı deyiriksə, deməli artıq maddələrdən biri tamamilə sərf olunub qutarıb. Deməli 40 mol da burada artıq qalıb. Artıq qalan qazın molunu müəyyən edin. 40 mol da burada. Artıq qaldı. Daha sonra yoldaşlar, daha sonra 40 mol burada, 200 də bayaq buradaydı. Növbəti sintezlərdə əhəng suyunun olduğu kolondan 55 mol daha karbon qazı keçirilmiş və nəticədə 5 mol karbon qazı katalitik kamerasına daxil olmuşdur. Bu kolondakı töküntünün mol miqdarının zamandan asılı qrafikini qurun. Deməli. Baxın yoldaşlar, davam aşağı biraz çevirə bilərəm məncə artıq. Çevirə bilərəm aşağıya. Bir qaldı aşağı çevirim. Deməli, cümləni diqqətlə oxuyaq bir dənə. Buraları artıq silim, biraz qoyub boşalsın. Növbəti sintezlərdə əhəng suyunun olduğu kolondan 55 mol daha karbon qazı keçirilmiş və nəticədə 5 mol karbon qazı katalizator kamerasına daxil olmuşdur. Yəni, bu nə deməkdir yoldaşlar? Biz zaten bayaq 60 mol karbon qazının keçirildiyini tapmışdıq zaten. 60 mol karbon qazı keçirdik. Elə bir ki, bayaq. Və orada 2 kilogram töküntü almışdıq da biz oradan. Növbəti sintezlərdə əhəng suyunun olduğu kolondan 55 mol da daha keçirmişik. 55 mol keçirəndə 5 mol karbon qazı katalizator kamerasına daxil olur. Deməli 5 mol uda bilməyib, 5 molu heç silirəm. 55 moldan 5 molunu silirəm, qalır 50 mol. Çünki 5 molu elə bil udmuyub, uda bilməyib 5 molunu artıq. 5 molu keçib gedib oranı. Deməli 5 mol tuta bilməyibsə, artıq deməli orada əhəng suyu qutarıb, əhəng qutarıbmış orada deməli. 50 mol deməli reaksiya daxil olubmuş. İndi 50 mol karbon qazı reaksiya burada daxil olub. 60 mol karbon qazı bayaq tapmışdıq da. Bilirsiniz ki, situasiya suallarında həmişə qəbul situasiyalarında da ilkin verdiyi miqdarlardan biri 99% ehtimalda artıq qalır, 99% ehtimalda. Axırda da bir dənə rəqəm verir, mütləq cəmləməli olurlar. Keçən ilin situasiyasında belə idi ki, nə bilim, axırda bir dənə rəqəm əvvəlki rəqəmdən cəmlənməli idi mütləq. Ona görə diqqət artırmaq üçün baxmalıyıq ki, əvvəl karbon qazı mən 60 mol daxil eləmişdim o kolona, 50 mol da indi daxil elədim. Yenə deyirəm, 5 molunu niyə nəzərə almıram? O 5 mol çünki keçib gedib də kolonu. Onu tuta bilməyib. Orada daxil olmayıb reaksiyaya. Deməli 110 mol karbon qazı reaksiya daxil olub o kolonda. İndi karbon necə? 20 idi. 20 idi orada. 60 mən nə yazmışam? 60 atom sayıdır, hə?
Bəli. 60 mol yazmışam ben buraya karbon gazının üstüne. 20 moluydu 60 atomu yazmışam burada. Onda elə. Hə, 20 mol karbon qazı var imiş. Az qala özüm şey deyirdim. 20 mol karbon qazı, 60 mol gərək atom yazardım bölünün. Yazmamışam deyə unutmuşam. Deməli, 20 mol karbon qazı var idi. Biz sualda atom sayından danışdığımız üçün yoldaşlar, 60 atom sayını yazmışdıq bayaq yuxarıda. Bunu unuttum. Deməli, 20 mol karbon qazı var idi yuxarıda. 50 mol karbon qazı da burada. Cəmi deməli 70 mol karbon qazı reaksiya daxil olubmuş o kolonda. İndi sualın digər hissələrini unudaq. Xüsusilə artıq buranı odaqlanaq bura. 70 mol karbon qazı kolona daxil olarsa nə baş verər? Bunu kitabda da detallı formada göstərmişəm sizə ki, karbon qazı əhəng suyu ilə reaksiya daxil olanda diqqətli olmalıyıq nəyə? Orada baş verən proses əvvəlcə kalsium OH2 karbon qazı ilə reaksiya daxil olur. Kalsium karbonat plus su yaradır. Sonra Daha sonra karbon qazının bəli artığı o məhlulda karbon qazı plus su məhlulda olduğu üçün proses kalsium hidrokarbonat yaradır. Deməli, yada saxlamaq lazımdır ki, karbon qazı birinci əhəng suyu ilə çöküntü yaradır. Daha sonra yaranmış çöküntünü şəffaflaşdırır, hidrokarbonat yaradır. Artıq hidrokarbonat karbon qazı ilə reaksiya daxil ola bilməyəndə əlavə karbon qazı artıq qalır orada. Uda bilmir artıq onu. Yəni bura qədər hamısını udur belə deyək də. İndi kalsium OH plus karbon qazı reaksiyasında burada tamamilə reaksiya daxil olmuşdur deyirik. İndi burada belə görünür ki, yoldaşlar, bizim əgər ümumi olaraq 20 mol orada, 50 mol burada, 70 mol karbon qazımız reaksiya daxil olubsa, o karbon qazı kalsium OH2 da karbon qazı reaksiyası da birim birədir. Kalsium karbonatla karbon qazı reaksiyası da birim birə nisbətində baş verir. Onda mənim karbon qazımın yarısı həmişə birinci reaksiya üzrə çöküntünü yaradacaq, yarısı da ikinci reaksiya üzrə onu həll edəcək yəni. 70 moldursa, 70 mol karbon qazı ümumi daxil olubsa əgər, gərək birinci növbədə 1 mol karbon qazına 1 mol girirsə, 35 mol kalsium OH2, 35 mol kalsium karbon qazı ilə çöküntü yaratsın. Daha sonra alınmış 35 mol kalsium karbonatı da həll eləmək üçün mənə 35 mol karbon qazı lazımdır. 35 mol karbon qazı da həmin o kalsium karbonatı həll eləyib, deməli kalsium hidrokarbonata çevirsin. Bu da yox, belə həll olur artıq. Deməli birinci nə baş verir? Çöküntünün miqdarı deməli 5 mol karbon qazı. Hə, burada yoldaşlar deməli belə eləyəcəyik. Belə bir interval seçəcəyik burada. Belə bir şey. T0 T1 intervalında tamamilə deməli çöküntünün miqdarını yazırıq. Hə, mən tərsinə yazdım. Çöküntünün miqdarı sıfırdan başlayacaq. Kalsium karbonat. İndi burada molla vermişəm mən sizə. Mollandırsa əgər kalsium karbonat burada 35 mol alınır. Sıfırdan başlayır. 35 mol kalsium karbonat alınır. Daha sonra alınan 35 mol kalsium karbonat karbon qazı ilə yenidən reaksiya daxil olur. Miqdarı sıfıra qədər düşür belə yəni. Deməli, 70 mol karbon qazı var idi. 70 mol karbon qazı yadda saxlamaq lazımdır ki, həmişə karbon qazı əgər artıq miqdardadırsa, o birinci növbədə çöktürür, sonra çöktürdüyünü həll eləyir. Bunu yadda saxlamalıyıq. Karbon qazı birinci kalsium OH2-ni çöktürür, artıqdırsa, nə qədər çöktürübsə hamısını da həll eləməlidir. Reaksiyada birim birə olduğu üçün hər iki reaksiyada. Birinci birim birə nisbətində çöktürür, sonra çöktürdüyünü həmin nisbətdə həll edir. Ona görə 35 çöktürməyə, 35 də həll eləməyə lazımdır bizə. Buradan da başa düşürük ki, 35 mol çöküntü yaranır, sonra da hamısı həll olur, gedir dibə. Belə bir şey yəni. Belə bir dənə qrafik çəkmək olar. Reaksiyaların hər ikisini yazırıq. karbon qazı söhbət